Mir Mövsüm ağa 1883-cü ildə dünyaya gəlib, 1950-ci ildə vəfat edib. Vəfatından 75 il ötür. Hazırda dəfn edildiyi qəbirstanlıq ziyarətgaha çevrilib. Bu nəslin ağsaqqalı ağanın kiçik bacısı Zeynəb xanımın həyat yoldaşı olmuş, o vaxtın Şeyx Rüstəmi olan Molla Ağa Əlizadə idi. Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə onun oğludur. Mir Mövsüm ağanın bacısı oğludur. O, dünyasını dəyişəndə içəri şəhərdən Şüvarana qədər insanlar tabutu piyada çiyinlərində aparıb Sərdabada dəfn olunub. Pierre Richard, Jean-Claude Van Damme kimi dünya ulduzları, Amerikanın eks-səfiri Endersi və müxtəlif dövlət adamları ziyarət ediblər və bu gün də bu ziyarət davam edir. Bacısı Gönçə xanımın dediklərindən. Gönçə xanım deyir ki, Amerikanın eks-səfiri Endersi bizim ailənin həmişə tədbirlərinə çağırırdı, qonaq edirdi. O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndə biz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona ağanın şəklini verdik, öpüb bağrına bastı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləri bizdə olub. Allah Mir Mövsüm ağaya rəhmət eləsin.